Mayın 29-da Laçın rayonunun Bəylik kəndinə 163 nəfərdən ibarət 41 ailə köçürülüb. Sakinlərə evlərinin açarları da təqdim olunub. Bəylik kəndində geniş miqyaslı quruculuq işləri aparılıb. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb. İqtisadi, sosial və məişət təyinatı müxtəlif müəssisələr tikilib. Kənddaxili yollar, elektrik rabitə, su xəttləri çəkilib. Qaz təchizatı təmin olunub. Evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjiden istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb. Klub icma mərkəzindəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətlər günlərlə bağlı müxtəlif tədbirlərin eyni zamanda gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hər tərəfli şərait var. Tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailənin 360 nəfərin köçürülməsi nəzərdə tutulub. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrinə xidməti vəzifələrini yerinə yetirən, yerindən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 43 mindən çox insan yaşayır.